Arada bərədə şou biznesdə olan qadınlardan, kişilərdən xəbərlər verirəm. Daha doğrusu şirinlik qatıram. Çünki ciddi mövzular olanda arada bir-iki dənə də belə edirəm. Qoy, insanlar daha çox onları izləyir ona görə. Bəli, müğənni Şəbnəm Tovuzlu maraqlı açıqlamalar verib. Şəbnəmlə də arada sırada, arada bərədə xəbərlərim olur. Milli Nüktəsi xəbər verir ki, onun küsul olduğu meyxanaçı Akşin Fatih barışıq addım ataraq onun qonaq olduğu verilişə gəlib. Xanım İfaçın dəvət etdiyi məclisə gedə bilməyən söz ustası özünü əfv etdirmək üçün bahalı üzüklə studiyaya üz tutub. Şəbnəmə gətirib yəqin də. Tovuzlu, daha doğrusu Şəbnəm Tovuzlu isə efir vasitəsilə ona üzük almaq istəyən yaxınları da daxil olan beylərə, yəni kişilərə səslənib. Mənə üzüyə ancaq ərim ala bilər. Buradan hər kəsə səslənirəm. Hətta yaxın dostlarım belə olsa qəbul etməyəcəyəm. Üzüyü yalnız sevdiyim şəxs verə bilər. Yəni ərim verə bilər. Ona görə də kişilər, bəzən toyda yaxınlaşırsınız müğənnilərə, əlinizi nə bilim küləyinə qoyursunuz, boynuna, belinə. Etməyin bunları, foto çəkdirirsiniz. Sonra da gedib orada-burada danışırsınız ki, falan kəsdən foto çəkdirmişəm, əlimi də boynuna salmışam. Şəbnəm xanım, əla edirsiniz. Mən sizə alqışlayıram. Sarı Səfra Bahadırdan məhz bu qədər.